İmam Müslim rahimehullah səhihində buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdir. Həqiqətən mənim ümmətimdən müflis insan o insandır ki, qiyamət günü gələr, namazla, orucla, zəkatla, yəni bu ibadətlərlə gələr. Lakin gəldiyi zaman o dünyadayken filankəsi söymüş, filankəsiyə iftira atmış, onun malını yemiş və filankəsin qanını axıtmış, filankəsi vurmuş. Bu kimi əməllərlə gəlmişdir. Və bu zaman qiyamət günü onların hər birinə həmin insanın savablarından verilər və sonda onun savabları bitdikdən sonra o birilərinin kimlərə zülm etmişdirsə onların xətalarından, onların günahlarından götürülərək bu insanın üzərinə qoyular, sonra o cəhənnəmə atırlar. Həqiqətən bu elə iflasın özüdür. Müflis insan elə budur ki, qiyamət günü o qədər əməllərlə gələr, lakin həmin əməlləri qiyamət günü onun bütün savabları onlara gedər və onun savabları bitdikdən sonra o birilərinin günahlarından ona yüklənər və cəhənnəmə atılar.